Belə sizin hər vaxtınız xeyirli olsun. Möhtəşəm xəbərlər var. Təbii ki, üzücü xəbərlər də var ayrılıqlarla bağlı. Qarabağ komandasının əfsanəvi futbolçusu Abdullah Zubir hansı komandaya keçir? Eyni zamanda Sabah komandasında transferlərlə bağlı hansı yeniliklər var? Ümumiyyətlə transfer bazarına diqqət yetirəcəyik. Sona qədər izləsəz bu və ya digər olduqca maraqlı xəbərlərdən xəbərdar olacaqsınız. Videonu bəyənib bəyənməmək sizin öz ixtiyarınızda olan bir məsələdir. Sadəcə dəstəyinizi ifadə etmək üçün bəyənsəz, mən də sizə minnətdar olaram. Amma şərhlərinizi mütləq yazın, çünki sizin fikirləriniz bizim üçün çox önəmlidir. Kanala abunə olun, bildirişə açıq tutun. Bütün verilişlərimizdən anında xəbərdar ola bilərsiniz. Hər gün ayrı-ayrı saytlarda gəzməyə ehtiyac yoxdur. Girirsiniz YouTube'da İqman və yaxud Sportop yazırsınız. Kanallarımızdan birində videonu izləyirsiniz və günün ən maraqlı transfer və futbol xəbərlərindən xəbərdar olmuş olursunuz. Mən isə bir qədər sonra, bir neçə saniyədən sonra bu məlumatları sizin nəzərinizə çatdıracağım. Ondan öncə sizlərdən vacib xahişim var. Dəyərli izləyicilər, bildiyiniz kimi Günay balamızı bir neçə aydır ulserativ kolit xəstəliyinə müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki, gözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, arayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, dəstəyinizi əsirgəməyəcəksiniz. Bu dar gündə bizi tək qoymayacaqsınız. Öncədən hər birinizə təşəkkür edirəm. Mən isə məlumatlara keçid alım. Ekranda da görürsünüz dəyərli dostlar, hal-hazırda Qarabağ komandasının kapitanı Abdullah Zubir yer alıb. Məsələ odur ki, Abdullah Zubirin düzdür, Qarabağla 2027-ci ilin yayına qədər müqaviləsi var, amma Qarabağ komandası da Abdullah Zubirin gedişinə yaşıl işıq yandırıb. Abdullah Zubir də yaxşı bilir ki, bir ildən sonra Qarabağla müqaviləsini artırmayacaqsa, yəqin ki, ətrafda onu istəyən çox da komanda olmayacaq. Bunu da yaxşı bilir və ona görə də indidən Qarabağ rəhbərliyindən halallıq alıb və Qətərin Əl-Şahaniyə klubuna keçməyə hazırlaşır. Qeyd edim ki, Qətər əsas liqasında hal-hazırda 11-ci pillədə qərarlaşıb 12 komanda arasında və sonuncu pillədən yalnız bir xal öndədir. Əl-Şahaniyə komandası əgər 11-ci sonuncu pilləyə düşməsə, yəni liqanı tərk eləməsə, playoff yolu ilə 11-ci yer tutsa və yaxud 10-cu yerə yüksəlsə birbaşa liqada qalmaq şansı əldə edəcək ki, bu zaman komandanı mütləq gücləndirəcəklər və Abdullah Zubirlə yanaşı bir neçə transferlər reallaşdıracaqlar. Təbii ki, bunun üçün son turu gözləmək lazımdır. Deməli, Şahaniyə komandasının bir oyunu qalıb və ondan sonra, yəni sonuncu yer tutan komandanın isə 2 oyunu qalıb ehtiyatda və cəmi bir xal geridə qalır. Yəni, o oyunların birində belə deyək, qələbə qazansa 12-ci yer tutan komanda, onda Əl-Şahaniyə 2-ci liqaya yuvarlanacaq ki, bu zaman Abdullah Zubirin transferi baş tutmayacaq. Bu barədə Fransanın Le Equipe nəşri məlumat yayıb və bildirilib ki, Mərakeş əsilli Fransalı futbolçu Şahaniyə klubuna keçəcək, Qətərin Əl-Şahaniyə klubuna. Siz nə düşünürsünüz? Qarabağda qalsınmı, Abdullah Zubir getsinmi? Bu barədə öz fikirlərinizi yazın. Bu arada Qarabağ komandası da əslində niyə yaşıl işıq yandırıb Abdullah Zubirə? Çünki Abdullah Zubirin maaşı komandada ən yüksək maaşdır. 1 milyon dollardan çoxdur illik maaşı. Hətta bonuslardan daha çoxdur bu. Və bu da Qarabağa maliyyə baxımından sərf etmir. Artıq bilirsiniz, 2018-ci ildə komandaya gəlmişdi Abdullah Zubir. Daha sonra bir neçə dəfə müqavilə yenilib və hər dəfə yenilədikcə maaş artıb. Və Qarabağ komandası hal-hazırda bu maaşdan da qurtulmaq üçün artıq onun faydalı iş əmsalı da biraz aşağı düşüb Abdullah Zubirin. Ona görə də satmağı və qazanc əldə etməyi daha üstün tutur. Bu arada
Qeyd edim ki, Abdullah Zubirçin Əl-Şahaniyə komandası Qarabağa deyilənlərə görə 1 milyon avro ödəyəcək. Və Qarabağda 8 il bundan qabaq Abdullah Zubiri 1 milyona Lans komandasından transfer etmişdi. Fikirlərinizi yazın bu mövzuda. Qarabağ komandası ilə satmaqla məşğuldur. Yeni futbolçular gətirmir. Məncə şərhlər bölümündə siz də bir Qarabağ komandasını transfer etməyə səsləyin ki, onlar da görsünlər ki, transfer tələbləri var. Və gələk Sabah komandasından da dəyərli dostlar bir qədər sizə məlumat verək. Sabah komandası bildiyiniz kimi artıq Azərbaycan Premyer Liqasında demək olar ki, çempionluğu təmin edib 10 xal Qarabağ komandasından öndədir. Çətin ki, bundan sonra Qarabağ komandası gəlib Sabah komandasına çatsın. Belə bir fürsəti Sabah komandası əldən verilməz. Azərbaycan kubokunda isə yarım finalda Qarabağla Sabah ilk oyunda Qarabağın meydanında 2-2'lik bərabərdə keçdilər. Cavab görüşü Sabahın meydanında keçiriləcək. Yəni burada da Sabah öz şansını saxlayır. Və Sabah komandası möhtəşəm bir heyət formalaşdırıb, amma bu heyətdə bir neçə əsas futbolçu icarə əsasında çıxış edir ki, yayda bunların müqaviləsi bitəcək. Biri məsələn Puxac. Komandanın ən dəyərli futbolçusu, ən bahalı futbolçusu Puxac 1,8 milyondur səhvləmirəmsə dəyəri. Və digər futbolçu Simic məsələn, bu futbolçu da komandanın ən fəal, ən aktiv futbolçularından biridir. Ümumiyyətlə Puxac, Simic və Maluda üçü birlikdə sol cinahdan çox yaxşı oyun quruculuq qabiliyyətinə malikdirlər və ona görə də komanda adətən hücumlarını sol cinahdan qurur. Dəyərli dostlar, deməli icarə əsasında çıxış edən futbolçulardan biri Puxacdır ki, yayda müqaviləsi başa çatır. Sabah komandası Puxacla yeni müqavilə imzalamağa hazırlaşır. Görək bu baş tutacaqmı? Bundan əlavə Simici də bir dəfəlik transfer etmək istəyir. Bununla yanaşı Maludanın artıq bilirsiniz, Maludanı da icarəyə götürmüşlər və artıq onunla 3 illik müqavilə bağlanıldı. Və Umarali Rohmanəliyev də artıq Sabahın futbolçusudur. Bu da icarəyə götürülmüşdür. Sonradan bu futbolçu ilə müqavilə bağlanıldı. Bundan əlavə hücumçu Embina. Çox maraqlıdır ki, bu futbolçu Sabahın düşərgəsinə gələndən cəmi 2 dəfə meydana çıxıb və 2 oyunda cəmi birlikdə 11 dəqiqə meydanda olub. Orpe Embina, dəyərli dostlar, bu yayda icarə müqaviləsi başa çatır. Sabah onu oynatmayacaqsa niyə icarəyə götürüb bilmirəm. Amma bir oynasa, bir performansını görsə, görək bu da Sabaha fayda verə bilərmi? Amma aldığımız məlumata görə Embina ilə də müqavilə bağlanmaq istəyir Sabah komandası. Çünki Sabah komandası yaxşı başa düşür ki, həm Çempionlar Liqasında, həm ölkə çempionatında, həm də ölkə kubokunda mübarizə aparmaq çox çətin olacaq. Belə deyil. Deyir, dərsini kimdən öyrənmirsən? Deyir, dərisi soyulmuş dostumdan mı, deyir, tülküdən mi, deyir, nəsə belə bir şey. Belə bir məsəl var. Qarabağ komandası bu il heyət kəsadlığına görə nələr çəkdi, bunu Sabah gördü. Ona görə də Sabah komandası heyətini geniş tutmaq istəyir. İcarə əsasında heyətində çıxış edən 5-6 futbolçu ilə də müqavilələr bağlamaq istəyir və yeni transferlər reallaşdırmaq istəyir. Düzdür, hücum xətti çox güclüdür Sabah komandasının. Elə hücumun sivri ucunda Zoyles Minkes var ki, hansı ki Azərbaycan Premyer Liqasının bombardiridir. Və Xəyal Əliyev var, Embina da icarə əsasında çıxış edir. Cinah hücumçuları da öz yerində. Ümumiyyətlə, Sabahın hücum xətti möhtəşəmdir. Qarabağda hücumda problemlər var. Sol cinah artıq Zubirdə getsə, hücumun sivri ucu və sol cinahda problemlər olacaq. Və Sabah komandası ümid edirəm ki, Avrokuboklarda Azərbaycanı uğurla təmsil edəcək. Sizcə Çempionlar Liqasında Sabah necə təsir bağışlayacaq? Fikirlərinizi yazın. Mən isə digər transfer xəbərləri ilə bağlı danışım. Okan Buruk, hansı ki Galatasaray komandasının baş məşqçisidir. İtaliya mətbuatının yazdığına görə Lazio və İtaliya təmsilçisi Lazio və Səudi Ərəbistan təmsilçisi Əl-İttihad komandası bu məşqçini transfer etmək istəyir. Xüsusilə Əl-İttihadın israrlı olduğu bildirilir, hansı ki Kərim Benzemanın çıxış etdiyi klub idi. Və bu arada Səudi Ərəbistan
liqasından söz düşmüşkən, Ronaldo axır ki, Səudiyyə Ərəbistanda çempion ola biləcək dəyərli dostlar. Belə görünür. Hal-hazırda Səudiyyə Ərəbistan çempionatında Əl-Nəsr klubu liderdir və ən yaxın izləyicisi Əl-Hilaldan 2 xal öndədir və ehtiyatda bir oyunu da var. Və son turlarda artıq məncə Əl-Nəsr bu liderliyini qoruyub saxlayıb çempion olacaq və Ronaldo axır ki, Səudiyyə Ərəbistanda da çempion olmağı bacaracaq. Ronaldodan danışmışkən Messidən danışmamaq olmaz. Messidən də bir xəbər var, onu da sizin nəzərinizə çatdırım. Deməli, dəyərli izləyicilər, Barcelona komandasının idman direktoru Deco bildirib ki, Lionel Messi Barcelona'ya qayıtmayacaq. Bu yaxınlarda Lionel Messi'nin Barcelona'ya qayıdacağı ilə bağlı xəbərlər dolaşırdı. O bildirib ki, nə Messi tərəfdən, nə də Barcelona tərəfdən belə bir təklif irəli sürülməyib. Hər bir ulduzun doğuluş, parlama və sönmə vaxtları var. Lionel Messi Barcelona'da doğuldu, parladı və artıq onun dövrü bitdi deyib və o Barcelona'ya qayıtmayacaq futbolçu kimi. Ən azından futbolçu kimi qayıtmayacaq. Ola bilsin ki, gələcəkdə başqa vəzifə verilsin, başqa bir işə qayıda bilər Lionel Messi Barcelona'ya. Hər halda Barcelona azarkeşləri yenidən düşünürəm ki, Lionel Messi'ni görmək istəyirdilər Barcelona'da. Amma qayıtsa belə əvvəlki təbii ki, performansını görməyəcəkdik Lionel Messi'dən. Və bu sizə çatdıracağımız sonuncu xəbərdir. İndi sizinlə sağollaşıram. Növbəti daha maraqlı videoda görüşmək ümidi ilə. Hələlik.